Deyirəm ki, mən bir sansı günləri istəyirəm. O ki, hökməldən gəlirdilər kənddən və şoqlarla quru çörək yığıram deyənlər. Mirşahin müəllim də bizim qonşumuz oldu. O illərdə biz yataqxanada yaşayırdıq. Mən çıxırdım, deməli qonşular quru çörəyi yığırdılar balkonun ağzına, klokda ki, onlar gələndə aşağıda iplə sallayırdılar. Mənim mamam işarə verirdi ki, onlar girdilər, get götür çörəyi. Götür, şirin suyun içində bas, ye. Mən bunlardan bezdim. Çox səhvləri buraxmağa başladım. Çünki anam da danışım, dedim, bəsdir. Yaxşı olaq, düzgün olaq, bura gətirib çıxardıq. Heç kimizə iş eləmir. Mən bezdim səni o vəziyyətdə görməkdən. Mən utandım, bezdim anamı nam-nazik qış paltarında görməkdən. İstəmirəm. Boy mənə düşsünlər pozğun. Qadına o sözü yaraşır. Ər də arvadını döyəndə o sözü deyib ona. Amma mən istəyirəm ki, sən mənim yanımda gedində mənim anamın brilyant sırğası olsun. İstəyirəm də bunu. Mən bunun üçün yaşamışam. Ərə getdi, sevdi. Alınmadı. Doğdu məni. Mən bunun üçün eləməliyəm də. Ona görə bugün elədiyim səhvlər qətiyyən peşman deyiləm. Heç kimin qabağında da buna görə cavab verməyəyəm. Ancaq Allahın qarşısında. Qalanları kim ki məni qınayır, həmişə baxıram onlara, deyirəm, elə yaxşıdır danışmaq. Qəşəng müzakirə edirlər, zarafatçılam, elə bilirlər, dərd yoxdur. Hərdən oturam, deyirəm, ay mən ha oxusaydım, sən heç məni qəbul eləyərdin, eləməzdin. Sənə maraqlıdır mən özüm ki, məni müzakirə eləyəsən. Telefonla boş vaxtlarında sənin ərin gedir, qazanır, gətirir, sən oturursan, seriala baxa-baxa, telefon əlində müzakirə edirsən, axşam röya haradaydı, kimdən idi, hansı səhvi buraxdı. Və sən fikirləş bunun başqa cürəsində. Sən oturub ər çörəyi yeyirsən, böyük eşək kimi gecə gümüşdür ki, dədəm ayrıldı, evdə yox, birdən atamı görərlər ki, kvartiram, başqa yerdə yaşayır. Kimlənsə dostluq edər, ona sirrini açar ki, mənim qızımdır, bu mənim üçün ölümdür. Mənə desinlər ki, sənin atom harada, nə olsun boşanıb. İlk evi mən atama aldım. Çünki mənim bir nömrəmi qoyan kişi. Baxmayaraq ki, mən deyəndə ki, atam gəlirdi bizə, deyirdim, oxuyan olacam, deyirdi ki, metroda zatda oxuyarsan. Bir çıxıb gedirdim, yaxşı. İllər gələcək, mən səni göstərəcəm. Həmən o eybəcər qara qız sübut eləyəcək ki, sənin ailəvi də sən eləyə bilmədiyin. Mən başa düşürəm atamda. Çətin illər, musiqçi olub, qadın dördü ki, sırtıqlıq eləsin. Amma haradasa o da səhvlər buraxıb anama qarşı. Qorumalıydı bizi.